Hörmətli xanımlar və cənablar, Türkiyədən gələn əziz misafirlər, hörmətli Ənvər müəllim və hörmətli bizim tədbirə qatılan 4 nazirimiz. Nazirlərin 4 nəfər olduğunu ondan bilirəm ki, gələndə mənim başımı saxladılar, dedilər düş ayaqla get, 4 nazir piyada gedib burada. Cavab verəm ki, bizim nazirlər maşallah hamısı məndən cavandırlar. Amma sonra fikirləşdim ki, şah öyrətim üçün mən tək yuxarıdan aşağı yox, aşağıdan da yuxarı mən biraz gecikdim çünki üzürlü səbəb vardı. Təsadüf elə gətirdi ki, bugün biz böyük Azərbaycan mütəfəkkiri, yazıçısı, filosof və dramaturgu Mirzə Fətəli Axundzadənin də 200 illiyini qeyd edirdik. Mən ora getməsəydim, şah öyrətimin maarifləndirdiyi insanlar mənə bunu bağışlamazdılar. Və mən oradan çıxıb bura gəlməsəydim, Mirzə Fətəlinin ruhu mənə bağışlamazdı. Mirzə Fətəlinin arzu elədiyi şeylərin çoxsunu, onun amallarının çoxsunu şah öyrətim həyata keçirir. Əlifbadan tutmuş, maariflədən tutmuş, maariflənmədən tutmuş, dünyaya çıxmaqdan tutmuş, bütün başqa məsələlərdə. Mən dəfələrlə şah öyrətimin tədbirlərində iştirak eləmişəm, onların məktəblərində olmuşam, onların məzunlarının böyük uğurlarının şahidiyəm. Ona görə mən bir Azərbaycan ziyalısı kimi, bir yazıcı kimi təşəkkür eləmək istəyirəm bu gözəl təşəbbüsün iştirakçılarına. Yəni təşəbbüs deyəndə mən geniş mənada çağ öyrətimi deyirəm. Çünki tək Azərbaycanda yox. Mən məsələn bir neçə il bundan qabaq Tataristanda idim. Bir vaxt onu da deyim ki, Tataristanda mənim bir piyesim oynanırdı, onun afişini göndərmişlər mənə. Mən bu afişə baxanda sevinməkdənsə çox kədərləndim. Çünki Tatar dilində güya olan bu afişin hər iki kəlməsindən biri Rusça idi. 3-cü il sonradan sonra zala girmək vaspuşatça olur və s. Amma bu səfər mən Tataristanda olanda gördüm ki, Tataristan məktəbləri necə gözəl öz dillərində danışırlar, Türkiyə türkçəsində danışırlar, Rus dilində bilirlər, İngilis dilində bilirlər. Çox sağ olun və mənə elə gəlir ki, çağ öyrətin nə deyirsiniz? İşlətmələri bizim böyük öndərimiz, unudulmaz Heydər Əliyevin bir millət, iki dövlət ideyasını ən parlaq şəkildə həyata keçirən bir təsisatdır. Sağ olun, var olun. Çox sağ olun.